Hər səhər güzgüyə baxıb özümüzü dünyanın ən mükəmməl, ən cazibədar varlığı sayırıq, elə deyilmi? Ən bahalı ətirlər, ən dəbli geyimlər. Amma gəlin etiraf edək, nə qədər bəzənib düzənsək də, bioloji olaraq çox maraqlı və bəzən də bir az çirkin vərdişləri olan canlılarıq. Yenə də Yaradan bizə o qədər dəyər verib ki, bizi yer üzünün ən şərəfli varlığı bəyan edib. Amma biz nə edirik? Gah gizlində, gah da elə hamının gözü qabağında daxili bioloji zənginliyimizi nümayiş etdiririk. Bir mühitdə oturmusunuz, hər şey çox elitdir və birdən o səs ya da o qoxu, dünyanın ən aristokrat insanı belə bu təbiət qanunundan qaça bilməz. Maşında tək olduğunuzu düşünəndə ya da heç kimin baxmadığı o 3 saniyəlik boşluqda o barmaq mütləq o buruna girəcək, elə deyilmi? Yeməkdən sonra dişin arasında qalan o kiçik ət parçasını çıxarmaq üçün edilən o qəribə ağız hərəkətləri, hələ hamının içində dırnaqla o dişi qurdalamaq heç estetik deyil. Dünyanın ən dadlı yeməyi belə olsa, onu şap-şup səslərlə yemək qarşıdakı insan üçün bir işgəncə metodudur. Zəhmət olmasa ağzımızı bağlayaq. Asqırarkən daxili dünyasını vizual olaraq ətrafa saçanlar, qarşıdakı insanı virus yağışına qərq etmək dahi bir fikir deyil. Xahiş edirik, dirsəyinizdən və ya əlinizdən istifadə edin. Doğğa və ya qazlı su içdikdən sonra gələn o əjdaha nəriltisi, içimizdəki canavarı sakitləşdirməyin vaxtıdır. Küçədə gedərkən sanki yer bədii sərgi lövhəsidirmiş kimi yerə tüpürənlər və ən pisi bunu edib sonra üstünü ayağı ilə tapdalamayanlar var. Bura hamımızın evidir. Etməyin. Küçə künclərini, ağac diblərini və ya binanın daldalanacaq yerlərini ayaq yoluna çevirənlər, bu qədər sivilizasiyanın, mədəniyyətin içində ətrafı çirkləndirmək həm böyük bir hörmətsizlik, həm də ayıbdır. Təmizlik imandandır. Unutmayaq. Gördünüz, əslində hamımız bu qədər sadə, bu qədər aciz və bioloji olaraq mükəmməllikdən uzaq varlıqlarıq. Bəs bu təkəbbür, bu lovğalıq, insanlara yuxarıdan aşağı baxmaq hardandır? Biz gizlində nə etsək də, özümüzü necə ideal göstərməyə çalışsaq da, bizi bizdən yaxşı bilən biri var. Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.